Mənim dostum, qardaşım, mənim Cabirim artıq yoxdur. Onun ürəyi dayandı, amma kişi dostluğu, xatirələr və hər birimizin qəlbində qoyduğu əziz xatirələr dayanmadı. Bu sözləri əməkdar artist Bəhram Bağırzadə sosial media hesabında sənət yoldaşı Cabir İmanovun vəfatı ilə bağlı yazıb. Bəhram Bağırzadə mərhum sənət yoldaşını böyük qəlbli, qızıl əlləri olan, hər vəziyyətdə arxayınlıqla güvənilə bilən sadiq dost adlandırıb. O gözəllik yarada bilən bir insan idi. Onun mehribanlığı, səmimiyyəti və daxili gücü onu tanıyan hər kəsin ruhunda iz buraxdı. Cabir nadir bir qəlb sahibi idi. Səmimi, etibarlı, sözün ən uca mənasında əsl kişi. Onun varlığında dünya daha mehriban və daha gözəl olurdu. Mən ümumi dünyamızın bir parçasını itirdim və onun qoyub getdiyi boşluq çox böyükdür. Amma mənim qəlbimdə onun parlaq təbəssümü, müdrik sükutu, möhkəm çiyini, xoşbəxt gəncliyimiz və çox məhsuldar, maraqlı kişi həyatımız əbədi qalacaq. Onun ailəsinə və bütün yaxınlarına ən səmimi və dərin hüzünlə başsağlığı verirəm. Nurlu xatirəsi əbədi olsun. Allah rəhmət eləsin. Bu fani dünyada Azərbaycanımızın cabası gəldi, yaratdı və getdi. Bu sözləri aktyor Fərdə Xudaverdiyev deyib. O bildirib ki, Cabir İmanovla 8 gün öncə telefonda danışıb. Tək Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istəyirdim. Anamın vəfatı ilə əlaqədar mənə zəng edib təsəlli verdiyində nə bilərdim ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan, əziz qardaşım. Allah sənə rəhmət eləsin. Allah ailənə, doğmalarına, əzizlərinə səbir, səbir, səbir versin. Bu fani dünyadan Azərbaycanımızın cabası gəldi, yaratdı və getdi. Xatırladaq ki, Fərdə Xudaverdiyevin anası 21 sentyabrda vəfat edib.